Müəllimlər salam, hər vaxtınız xeyir olsun. Hamınızı yeni dərsimizdə xoş gördük. İnşallah yaxşısınız. Bugün dərsimizdə həm metakognitiv bacarıqları izah edəcəm, bir də inklüziv təhsilə də bir yerdə nəzər yetirəcəyik. O metakognitiv ifadəsi bilirsiniz, metakognitiv bilikdən sizə tanışdır ki, artıq nə anlama gəlir. Metakognitiv biliyimiz nə idi bizim? Metakognitiv bilik özümüz haqqında olan biliyimiz idi. Yəni bunu biraz da açaq, biraz da açıqlayaq. Öz fəaliyyətimizi, həyata keçirdiyimiz işləri, bizim nəzərdən keçirməyimiz, bir növ özümüzə tənqidi yanaşmağımız, özümüzün qiymətləndirməyimiz, zəif tərəflərimizi üzə çıxarmağımız. Yəni biri var, kimsə bizi qiymətləndirsin, bir başqası. Burada kimsə yox, özümüzlə baş-başayıq. Özümüz öz başımızın çarəsindən baxırıq, yəni bir sözlə və zəif tərəflərimizi necə aradan qaldıra bilərik? Necə bunun üzərində işləyə bilərik? Necə daha da təkmilləşdirə bilərik? Başlayırıq bunun üçün bir plan hazırlayırıq, strategiyalar qoyuruq qarşımıza, emosiyalarımızı, eyni zamanda idraki fəaliyyətimizi düzgün istiqamətləndiриrik, tənzimləmiş oluruq ki, uğur əldə edək. Yəni, ümumiyyətlə, nəzər yetirsək, məşhur şəxslərə, hansı ki, işində, karyerasında yüksəliblər, hər kəs tərəfindən tanınırlar, uğurlu şəxslər hesab olunurlar, uğurlu adamlar, onların metakognitiv bacarıqları, metakognitiv bilikləri yüksək olduğu üçün o zirvəyə gəlib çatıblar. Metakognitiv bacarıqları necə edək ki, özümüzdə də inkişaf etdirək, şagirdimizdə də inkişaf etdirək, bugün məhz bundan danışacaq. Bir də görürsünüz, lap sinifi qoyaq bir kənara, gəlin bir ailəmizə, öz evimizə, məişətimizə nəzər yetirək. Görsən ki, uşaq gəlir ki, ana, tapşırıqları yerinə yetirməkdə mənə kömək elə. Ana da hansı birini çatdırsın, evin işini görsün, uşağın dərsinə məşğul olsun. Deyir ki, ay bala, ged özün otur hazırlaş, atanın işdən gələn vaxtıdır, gəlib görəcək yemək hazır deyil, səsini atacaq başına, ged özün işdən. Əlimdə iş görürəm. Kimlər belədir? Kim bu situasiyanı yaşayıb? Kim yaşayıbsa, yəni qorxa-qorxa deməsin mən. Əslində burada yəni peşman olacağınız bir iş görməmisiniz. Bəli. Çünki siz belə etməklə övladınızın, məktəbdə müəllim kimi belə etməklə şagirdinizin müstəqil olaraq özünün öz ayağı üzərində durmasına ona bir imkan vermişsiniz, ona bir şərait yaratmışsınız. Yəni bir dəfə belə, iki dəfə belə artıq o aslılıq, yəni başqasından olan aslılıq, başqasına olan təslimiyyət onu aradan qaldırır, başlayır özü, bayaq dedim, öz başının çarəsinə baxmağa. Artıq əlim qolun çırmalayır, deyir, yox, mən bunu artıq özüm eləməliyəm, başqa mən burada kömək eləyən yoxdur. Özü öz tapşırığını həll edir, çətin tərəfini özü müəyyənləşdirir, gözləmir ki, anam deyəcək, səhv elədin, özü öz səhvini tapır, özü onun doğru cavabına istiqamətlənir və beləcə onda müstəqil öyrənmə səriştəsi keçmişsiniz siz səriştələrdə dövlət standartında. Müstəqil öyrənmə səriştəsi kompetensiyalarda nə demişik? Şəxsi, sosial öyrənmə kompetensiya. Öyrənməyi öyrənmə, şəxsi kompetensiya inkişaf eləmiş olur. Və beləcə o şəxs, o uşaq, evdəki övlad, sinifdəki şagird sabah həyatda da öz işində yüksəlir, uğur əldə edir. Çünki niyə? Kimdənsə aslılığı yoxdur. O aslılığı artıq aşağı yaşlardan aşıbdır. O artıq özü müstəqil olaraq öz ayağı üzərində durmağı bacarır. Nəyin sayəsində? Metakognitiv bacarıqlarının sayəsində. Niyə bu mövzunu öyrənirik? Şagirdimizi də belə yetişdirmək üçün. Onda da metakognitiv bacarıqları yüksəltmək üçün. Gəlin baxaq görək burada nələr var. Metakognitiv bacarıqlar. Nə görürük burada? Özünü monitoring, özünü tənzimləmə, özünü qiymətləndirmə. Özünü monitoring, yəni bunlar bir-birindən belə deyim də, zəncirvari aslıdır. Yəni birinci insan bir özünü monitoring eləməyi bacarmalıdır. Monitoring nədir? Uşaqlar arasında keçirilir, nazirlik gəldi 4-cü siniflərdə monitoring keçirdi, misal üçün, qiymətləndirmə. Yəni birinci insan özünə bir tənqidi yanaşmağı bacarmalıdır. Özünü bir qiymətləndirməyi bacarmalı ki, aha, nədir mən zəif tərəfim? Bunu edə bilirəm, bunu edə bilmirəm. O artıq özümüzü monitoring etməyimiz deməkdir. Monitoring etdik, dedik ki, filan şeylər məndə zəifdir də, onun üzərində işləməliyəm. Misal üçün, işimdə irəli getmək üçün rus dilini, ingilis dilini
yaxşı bilməliyəm. Bu məndə zəifdir. Hardan bildim? Özümü monitorinq, özümə bir nəzər yetirdim. Fəaliyyətimə bir nəzər yetirdim. Zəif tərəfimi aşkarladım. Özünü tənzimləmə. Artıq başlayırsan o zəif tərəfi aradan qaldırmaq üçün, daha da inkişaf etdirmək üçün müəyyən strategiyalar, müəyyən planlar başlayırsan öz üzərində işləməyə. Yəni özünü tənzimləyirsən, zəif tərəfi aradan qaldırsan. Ondan sonra təzədən bir də gəlib öz fəaliyyətini qiymətləndirirsən. Buna da deyilir özünü qiymətləndirmə. Yəni artıq refleks edirsən ki, məndə indi işlədim də öz üzərində müəyyən qədər. Yenə də aradan qalxdımı, yoxsa yenə də zəifdirmi həmin fəaliyyətlər? Yəni ancaq monitorinq də əslində qiymətləndirmə deyil. Mən sizə belə deyim, başa salmaq üçün buna qiymətləndirmə dedim monitorinqə. Əslində burada qiymətləndirmək yoxdur, qiymətləndirmə sondadır. Burada bir növ nəzər yetirirsən, özünə diqqət yetirirsən, aşkarlayırsan ki, aha, məndə filan şeylər zəifdir. İndi bunların hərəsində özünün müəllimləri, ayrı-ayrı komponentləri var. Gəlin onlara nəzər yetirək. Başlayaq birinci özünü monitorinqdən. Özünü monitorinq, özümüzə nə etməyimiz? Nəzər yetirməyimiz, özümüzə diqqət yetiririk ki, bizdə nə zəifdir, nə üzərində işlənilməli olan fəaliyyətdir, nəyi yaxşı bilir, nəyi yaxşı bilmirik. Bu üç komponentdən ibarətdir. İnsanın öz-özünü müşahidə eləməsi, yəni özünü bir növ kənardan görə bilməsi, başqasının gözü ilə özünə baxa bilməsi. Agah olmaq. Baxdıq başqasının gözü ilə özümüzə, agah olduq ki, aha, filan şeyimin üstündə işləməliyəm. Misal üçün, bayaq dedim, dil biliyimin üstündə işləməliyəm. Sonra burada var rey komponenti. Rey komponenti bilirsiniz nədir? Yəni sən başqalarının reyinə açıqsan, başqasına müraciət edirsən ki, başqasının gözünün özünə baxdın, müşahidə elədin. Sənə agah oldu ki, nəyin var, nəyin yoxdur. Və rey. Misal üçün, anana müraciət edirsən. Bax, mən bu formada izah eləyirəm də, bir dənə sən otur mənə qulaq az. Yəni, mənim izahımda daha nələri eləsəm, daha bunun üstünə nəyi əlavə eləsəm, daha da peşəkar bir izah olar. Deyir, hə, yaxşı, bax, oturmuşam, sən də izah elə, qulaq asıram. Yəni, mən burada anamın reyinə ehtiyac duydum. Rey komponenti bu deməkdir. Yəni, sən başqasına burada ağız açırsan, başqasından bir növ kömək istəmək deməyək də, yəni başqasının səni qiymətləndirməsinə şərait yaradırsan ki, bir mən etdim, bir sən də bax, bir sən də nəzər yetir. Gör, daha nəyi etsəm yaxşı olar. Yəni, başqasının rəyinə də açıqsan. Bu, özü belə insanın öz kognitiv bacarığının, özünün monitorinqini inkişaf etməsi deməkdir. Bunlara tək-tək baxırıq indi. Başlayaq müşahidədən. Bax, müşahidə elə bir fəaliyyətdir ki, təqribi bildiniz. Özümüzə başqasının gözü ilə baxırıq, bir diqqət yetiririk, bir nəzər yetiririk. Təkcə akademik biliklərimizlə bağlı yox. Cəmiyyət içində də, yəni özümüzə bir diqqət yetiririk ki, misal üçün, cəmiyyət içindəyəm. Necə oturum, necə danışım, necə durum, necə nümunə olmalıyım, müəlliməm. Şagird nə etdiyinə, necə etdiyinə və nəticələrə fəal şəkildə diqqət yetirir. Nədir müşahidə? Diqqət, özümüzə diqqət edirik, özümüzü müşahidə edirik, görürük özümüzü, baxırıq, nəzər yetiririk. Özünün nə etdiyinə, davranışlarının necə olduğuna, nələrin baş verdiyinə, bax, yenə də diqqət. Diqqət yetirməklə şagird özünü müşahidə edib məlumat toplayır. Yəni, özün haqqında informasiyalı olursan, metakognitiv biliyin. Özünə bir diqqət yetirirsən, özünü bir sorğuluyursan. Necə oturmalıyım, necə durmalıyım, nəyi düz etdim, nəyi səhv etdim. Bax, bu artıq insanın özünə diqqət, özünə müşahidə etməsidir. Özünə kənardan baxa bilməsidir, nəzər yetirə bilməsidir. Nümunə, oxu zamanı şagird dəqiqədə neçə söz oxuduğuna diqqət yetirir. Bir dəqiqə içində neçə söz oxuya bildim. Öz oxu fəaliyyətini müşahidə etdi. Tamam mı? Misal həll edərkən şagird həll etmə ardıcıllığına diqqət yetirir. Misal həll etmə fəaliyyətini özü müşahidə elədi. Özü buna nəzər yetirdi ki, misal həll edərkən hansı ardıcıllıqla gedirəm mən? Hansı ardıcıllığı tətbiq edirəm? Bax, bu müşahidə. Sadəcə diqqət yetiririk, sadəcə baxırıq, yəni müşahidə edirik. Başqa əlavə bir iş yoxdur burada. Əlavə işlər üçün bundan sonradır. İlk növbədə müşahidə etməliyik özümüzü ki, özlərimizdə də işləyə bilək də, müəllimlər. Agah olmaq. Və artıq agah olmaq bizə deyir də, hə, bildim.
Hə, artıq mənə çatdı, artıq agah oldum. Bu deməkdir. Artıq müşahidə etdi və o müşahidənin nəticəsində agah oldu ona ki, aha, nəyim var, nəyim yoxdur. Şagird tapşırıq və ya öyrənmə zamanı nə baş verdiyini bilir, prosesdən agah olur. Bayaqdan baxdı ki, bir dəqiqədə nə qədər söz oxuya bilirəm. Müşahidə etdi, müşahidəsinin nəticəsində ona agah oldu ki, tutaq ki, bir dəqiqədə 100 söz oxudum. Misal üçün, başa düşdünüz, o müşahidənin nəticəsi agahdır. Yəni, bir də oxuyaq, tapşırıq və ya öyrənmə zamanı nə baş verdiyini bilir, prosesdən agah olur. Artıq nəticədə agah oldu. Nəyi bilib bilmədiyinin artıq fərqinə vardı. Şagirdə gedişatla bağlı məlumatlı olmağa imkan verdi agah olması. Yəni ki, artıq bildi ki, aha, məlumatım oldu. Tutaq ki, cəmaət bir dəqiqədə 200 söz oxuyur, mən bir dəqiqədə 100 söz oxuyuram, agah oldu buna. Artıq keçin bunun üzərində işləməyə. Nümunə, şagird oxu zamanı çətin sözləri qeyd edir. Onların başa düşülməsi üçün onun üzərində düşünür. Bax, artıq ona agah olub ki, oxuyanda mənə çətin gələn sözlər olacaq. Onların oxusunda çətinlik çəkirəm və oxunu tam mənimsəyə bilmirəm, başa düşə bilmirəm. Ona görə həmin çətin sözləri özü üçün qeyd edir və ola bilər ki, o çətin sözlərin lüğət kimi qarşısında açıqlamalarını yazır, onları əzbərləyir, üstündə o biçim işləyir. Deməli, burada uşağa agah olub ki, çətin sözlər ona maneə yaradır. Yəni, bundan agahdır və bunun üzərində işləyir. Başa düşdünmü? Rəyidəki bayaq açıqladım da, ana, gəl otur qulaq az mən izahıma, gör daha bura nəyi əlavə eləsəm yaxşı olar. Başqasının rəyinə açıq olmalısan. Şagird müxtəlif vasitələrlə performansı haqqında məlumat toplayır. Müxtəlif vasitələr nədir? Anama müraciət edirəm, nə bilim, Facebookda paylaşıram, dərsi deyirəm. Dostlar, siz də izləyin, çatışmazlıqları, yaxşı tərəfləri bir qeyd edin, mən bunları nəzərə alım. Sosialda da mən kiminsə rəyini nəzərə ala bilərəm. Fəaliyyətinin gördüyü işlərin keyfiyyəti haqqında ətrafındakılardan, başqalarından şifahi yaxud yazılı formada rəy alır, yəni rəylərə açıqdır. Bu rəy onun fəaliyyəti və bəzən də heç diqqət yetirmədiyi məqamlarla bağlı ona ətraflı məlumat verə bilər. Olur da, yəni bəzən biz öz fəaliyyətimizdə nəyisə görməzdən gəlirik, nəyisə gözümüzdən qaçırırıq. Amma bir başqası onu görür, onu bizə bildirir, artıq biz işimizdə onu düzəldirik. Onu daha da inkişaf etdirir, onu daha da təkmilləşdirir. Rəylərə açıq olmaq özü açıq düşüncə tərzində olması deməkdir insanın. Adam var ki, qapalı düşüncə tərzindədir. Bu artıq psixoloji bir şeydir, onun düşüncə tərzi ilə bağlı bir şeydir. Amma dəyişdirə bilərik biz onun baxış açısını, düşüncə tərzini. Görsən ki, yəni misal üçün də indi müəllim yoldaşındır, oturmusan açıq dərsində, izlədin açıq dərs prosesini, sonda yaxınlaşırsan ki, bax bu fəaliyyəti növbəti dərslərdə düşünürəm ki, bu cür etsən daha effektiv olar. O qədər sənin belə, sən nə etdin, rəy bildirdin onun işi haqqında. Bir də görsən, o qədər sənə belə acı, çobud, mədəniyyətdən uzaq bir formada cavab verir ki, elə bir ki, sən bunu təhqir eləmirsən. Halbuki biz hər birimiz, biz etik davranışda keçmişik, mədəni davranışda iradlara, rəylərə açıq olmalıyıq və bir gözümüz də açıq olmalıdır. Sadəcə yola vermək məqsədilə açıq olmaq yox. Oradan düzgün nəticə çıxarıb işimizdə daha da peşəkarlaşmalıyıq. İşimizi onu tətbiq eləməliyik. Əgər həqiqi, yəni doğru tənqiddirsə, doğru rəydirsə. Yəni burada da rəyə açıq olmaq, insan açıq düşüncəlidir. Metakognitiv bacarığı bunun yüksəkdir ki, deyir, bəlkə mən işimdə görə bilmədiyim bir şey var, başqası onu görür. Görür, mənə desin, mən onu düzəldim. Bu da metakognitivlikdir. Şagird fəaliyyəti ilə bağlı yoldaşlarından, müəllimindən rəy alır. Müəllimin yaxud yoldaşlarının rəyini nəzərə alır. Özü müraciət edir ki, baxın mən işimə, baxın mənim tapşırığıma, bir dənə siz də nəzər yetirin, siz də öz gözünüzlə baxın. Rəy komponenti. Biz nədən danışdıq? İndi özlü monitoringin komponentlərindən danışdıq. Orada nələr var idi? Orada var idi, deməli, gəlin bir yerdə baxaq, müşahidə, agah olmaq, bir də rəy komponenti. İndi keçirik özünü tənzimləmə. Bu ikinci metakognitiv bacarığımızdır. Yəni, monitoring etdik, başqasının gözündən rəy aldıq, baxdıq, öz gözümüzdən müşahidə etdik, baxdıq, agah olduq ki, aha, bu var, bu yoxdur, bu çatışmır. İndi iş gəldi, çatdı təkmilləşdirməyə.
özünü tənzimləmə bacarıqları. Yəni burada həm iş baxımından özünü tənzimləməlisən, həm emosional cəhətdən. Yəni insan bir işində, karyerasında uğurlu olması üçün ola bilər ki, çox savadlıdır, nəzəriyyəni çox yaxşı bilir, amma insanlarla rəftarı yaxşı deyil. Hamını it kimi qapır. O sizcə uğur əldə edə bilər, qalxa bilər zirvəyə? Xeyr. Hardasa bir yerdə dayanacaq. Çünki bu adamın işçiləri var, onlarla empatiyada qurmağı bacarmalıdır, münasibətlərdə olur da hamının işində. Mən öz işimdə belə. Bəzən o qədər məni özümdən çıxaran, hövsələdən çıxaran, nə bilim, əsəblərimi belə ən yuxarı limitini dolduran şeylərlə üzləşirəm ki, elə onda mən də bu əsəbimi biruzə versəm, ona qışqırsam, buna bağırsam, onu danlasam, onu nə bilim şeyləşən, başqa bir söz desəm, onda elə mən qrupumda heç kəs qalmaz ki, hamı başını götürüb qaçar ki, bu mənim baş xarabdır. Elə hamının üstünə qışqırır. Var belə təlimçilərdə. Hə, amma görürsünüz, yəni burada müəyyən qədər hər işdə, istər müəllim isə, istər nə bilim bankda işləyirik, başqa bir yerdə işləyiriksə, hər işdə, hər fəaliyyətdə insan emosiyalarını tənzimləməyə bacarmalıdır. İndi bəzi qruplar keçiblər Daniel Goleman'ın emosional intellekt nəzəriyyəsini, ondan sonra sosial emosional öyrənmə mövzusunu onlar bilirlər ki, orada hansı komponentlər var, özünü dərk, özünü idarə etmə və s. və ilə axır. Amma keçməyənlər də qarşıda keçəcəklər. Özünü tənzimləmə deyəndə həm iş baxımından, həm emosional baxımından, həm fiziki fəaliyyət baxımından, həm emosional baxımından insanın bunları bərabərləşdirməsidir, tənzimləməsidir. Məqsəd müəyyən etməliyik. Neynədik yuxarıda? Özümüzə baxdıq başqasının gözü ilə. Agah oldu ki, aha, dedim ki, bir başqasından da rəy alım. Bəlkə mən görmədiyim bir şey var. Başqasından da rəyi aldım, tamam. Burada saxlamırıq fəaliyyəti. Bildim ki, dil bacarığında zəifliyim var. Rus dilində, misal üçün, mən zəifəm. Onun üzərində işləməliyim. Artıq qarşıma bunu məqsəd qoydum. Nə? 3 ay ərzində rus dilini təkmilləşdirməliyim. Məqsəd. Necə təkmilləşdirim? Məqsəd qoymaqla olmur, iş görmək lazımdır. Plan qururam. Tutaq ki, 3 ay falan kursa gedəcəm. Falan rus dilində kinolara baxacam, videolara baxacam, nə bilim, tapşırıqlar işləyəcəm. Plan. Orada təbii ki, mən çətinliklərlə, maneələrlə üzləşəcəm, əsəbləşəcəm. Amma emosiyalarımı da tənzimləməyə bacarmalıyım, özümə ələ almağı və uyğunlaşma. Onu da birazdan açıqlayacağım ki, nədir uyğunlaşma. Bax, görsən güzgüyə baxır, özünü orada uğur əldə etmiş formada görür. Görməyi bacarır. Niyə? İnanır, özünə inanır, açıq düşüncəlidir. Məqsədi müəyyən edilməsi. Bu izah eləməyə ehtiyac var, yoxdur məncə. Aydın məsələdir də. Misal üçün, mən qrupuma kimsə axır vaxtlarda qoşulanda deyirəm ki, müəllim, bilirsənmi proqramı, məlumatdasanmı? Yəni gəlib imtahana 1 ay, 2 ay qalmış müraciət edirsənsə, deməli, özünə nəsə bir potensialda inanırsan da, sıfırdan yəqin ki, başlamarsan. Görürsən ki, deyir ki, yox, mən elə gedib nə yazıram, da 2 ayda nə öyrənərəm. Yəni, sehirli çubuq məsələsi. Sehirli çubuğum yoxdur axı mənim. Amma sənin də öz üzərinə indi yük düşür. Misal üçün, cəmaət 6 aya, sentyabrdan, oktyabrdan yazılıb hazırlaşanda, ayda 8 mövzu keçəndə, həftədə 2 mövzu, 2 mövzu gedəndə, sən artıq həftənin 6 günü, 7 günü dərslə məşğul olmalısan. Yəni, sən yükün onlardan 2-3 dəfə, 4 dəfə ağırdır. Yəni, sən hər gün mövzuyla məşğul olursan, hər gün dərslə məşğul olursan, təbii ki, potensiallı olmalısan. Bax, o adam mənə nə dedi? Gedib nə yazaram da. Bu doğru məqsəd deyil. Bu məqsədsiz adamdır. Yox, eləsi də var, deyir ki, hə, mən bilmirəm proqramı, amma siz narahat olmayın. 6 gün dərsin 6-sına da mən qoşulacam, əlimdən gələni eləyəcəm. Mənim məqsədim sertifikasiyada onun da yazmaqdır. İmigdə 20'sini də yazmaqdır. Deyirsən, bərəkallah, nə gözəl, nə xoş mənə. Başladıq. Sən də artıq həvəslə, zövqlə başlayırsan. Deməli, bu adam məqsədli adamdır da. Qarşısına yüksək hədəflər qoyub. Gözü yüksəklərdədir, məqsədi yüksək tutmaq lazımdır ki, o məqsədə doğru fəaliyyətin də aktiv olsun, fəal olsun, həvəsli olsun. Bax, məqsəd bu deməkdir. Şagird özü üçün məqsəd müəyyənləşdirəndə davranışın, fəaliyyətin daha effektiv istiqamətləndirə bilir ki, effektiv nədir? Daha faydalı bir şəkildə də. Bu da fəaliyyətini tənzimləməsinə təsir edir. Yəni, nə deməkdir? Qarşımızda konkret bir hədəf olanda,
qarşımızda konkret bir məqsəd olanda ona çatmaq uğrunda işimiz də sistemli gedir. Misal üçün, evdən çıxmısan, deyirsən ki, bazar günüdür, kitabı dəftəri qoyacam bir qırağa, mən də insanam axı. Hə, nəyə gülürəm? Yadıma düşdü ki, son 3-4 həftədir ki, bazar günləri belə heç yerə çıxmıram. Mən də insanam axı dedim, biraz şübhə yarandı məndə. Hə, indi sizdən misal gətirəndə, deyirsiniz ki, mən də insanam axı. Həftədə bir dəfə mən də gəzməyə, harada çıxmağa haqqım var. Deyirsən, geyinmisən, qəşəng bəzənmisən, düzəlmisən, çıxdın evdən. Çıxmısan, bilmirsən də, konkret istiqamət yox ki, hara gedəcəm. Deyirsən ki, tək başımı götürüm evdən çıxım. Hə, gedirsən, deyirsən, ayağım ara, başımda ora. Gedirsən, amma bilmirsən hara gedirsən də, deyirsən ki, əsas odur hava alım da, əsas odur nəsə ayağım bir yer tutsun, gəzim. Bax, onda bir də görürsən ki, 2 saat keçib, 3 saat keçib, sən nəzərində tutmuşdun ki, nəsə bir alış-veriş də eləyərəm, oturub haradasa bir çay içərəm, kofe içərəm, yemək yeyərəm, həm də gəzərəm. Görürsən, 3 saat keçibdir, evə getmək vaxtı gəlib çatıb. Sən bunların heç birini eləməmsən, sadəcə gəzdin. Kör peşman qayıdırsan evə. Amma evdən çıxmamışdan öncə sən konkret məqsəd qoysan ki, hə, çıxıram, gedirəm filan parka. 10 dəqiqə orada, 15 dəqiqə, 20 dəqiqə gəzirəm, hava alıram, elə onun yanında filan kafe var. Oturacam orada yeməyimi də yeyəcəm, çayımı da içəcəm. Evə lazım olan, nə bilim, paltar baxımından, ərzaq baxımından filan şey var. Gələndə də filan marketə girəcəm, filan ticarət mərkəzinə girib, onları da alıb gələcəm evimə. Artıq sən rutin qurdun da, plan qurdun, düzdür? Konkret hədəfin var axı sənin qarşında ki, bura. Yəni, konkret hədəfin var, konkret məqsədin var deyə. Evdən çıxıb, evə gələnə qədər bütün hamısını həll eləmiş olursan. Niyə? Məqsəd tamdır, hədəf bütöv bir şəkildədir, hədəf konkretdir. Ona görə deyir ki, uşaq da, elə biz özümüz də məqsədimizi konkret qoysaq, bulanıq şəkildə yox, aydın qoysaq, onda ora gedən yolda da effektiv istiqamət götürəcək, yəni faydalı istiqamət götürəcək. Nümunəyə baxın, şagird qavramasını, yəni anlamasını, başa düşməsini təkmilləşdirmək üçün qarşısına məqsəd qoyur. Yəni, məqsədi aydındır da, nədir mənim məqsədim? Qavramamı düzəltmək, oxuyub anlama üzərində işləmək. Yəni, bunu konkret məqsəd qoymasa, fikirləşsə ki, nailiyyətimi artırmalıyam. Nailiyyətimi artırmalıyam, ümumi də axı, neynəsin, oxusun materialları, tapşırığımı işləsin, yoxsa otursun internetdən araşdırma mı aparsın. Yəni, konkret sən zəif tərəfin nədir? Qavrama, oxuyub anlama, başa düşmə, oxuyur, A yazılıb B başa düşür. Bax, konkret budur zəif tərəf, bunu məqsəd qoyub ki, bunun üzərində işləməliyim. Aydındır bu məqsəd? Aydın məqsəddir. Düz yol götürəcəkmi? Düz yol götürəcək, istiqamət götürəcək. Tamam, məqsədi qoyduq, iş bitmir. Məqsədi qoyduq, indi əlimizi qolumuzu çırmalayıb iş görməliyik. Yəni plan. Məqsədə çatmaq üçün plan və strategiya hazırlamaq lazımdır. Misal üçün, tək günlər filan mövzuları öyrənirəm, kurikulumdan testlərini işləyirəm, cüt günlər ixtisasla məşğul oluram, müəllimənin göndərdiyi ümumi sınaqlar var kurikulumdan, onları da işləmiş oluram. Rutin, plan üzrə gedəndə hər şeyini çatdırmaq olur. Bu da şagirdin özünü səmərəli idarə etməsinə, həm özünü, həm vaxtını doğru idarə etməsinə gətirib çıxarır. Nümunə, şagird məqsədə çatmaq üçün xüsusi oxu strategiyalarından istifadə etməklə plan hazırlayır. Deməli, onun bayaq qavramasındaydı axı problem, oxuyub anlama. Görürsünüz, xüsusi oxu strategiyalarından istifadə etməklə zəif tərəfi ilə bağlı. Oturur bir plan hazırlayır. Getdik. Emosional tənzimləmə. İşdir də, misal üçün, planlamışam ki, aha, tək gün oturam, təzə dərsin testidir, tapşırığı da işləyirəm, cüt gün sınaq. Qəfil tək gün qapı açıldı, qohum-əqraba mənə deməmiş, eləməmiş. O qədər olur ki, təşvişlər içəri. Ay, qonaq gəlmişik, biraz uşaqla oynayaq, nə tərsiz, necəsiz, səssiz, səmiriz gəlmir. Sən də baxırsan ki, ay Allah, plan qurmuşdum axı, 200 dənə test orada oturub mənə baxır, nətər eləyim. Artıq içində başlayırsan bir əsəbləşməyə. Niyə əsəbləşirsən? Qonaqlara əsəbləşmirsən, necə çatdıracaqsan, rutin pozulur, ona əsəbləşirsən.
Hə, amma day sən bu əsəbini durub biruzə versən ki, niyə gəlmisiniz desən ki, bir deməmiş gəldiniz, bir deyərdiniz, bir xəbər eləyərdiniz. Hə, mənim dərsim var, oturub test işləyəcəm. Bunu demək olmur axı, alınmır. Niyə alınmır? Sonra bir də sən qapını açın olmayacaq. Qalasan təmtəkcə. Münasibətlər pozulacaq. Bu münasibətlər yaxşı olsun deyə sən bu əsəbi elə içində yaşayırsan. Çölə biruzə vermirsən. Yəni, emosiyalarını neyinirsən? Tənzimləyirsən. Hisslərini tənzimləyirsən, rasionallaşdırırsan. İçində əsəbləşsən də eləyirsən, dərindən nəfəs alırsan, ürəkdə birdən ona qədər sayırsan və bunu tənzimləyirsən ki, xoş gəlmişsiniz, həmişə siz gələsiniz. Gülər üzündən qarşılayırsan qonaqlarını. Emosional tənzimləmə budur. Yəni, şagird plan qurub axı, filan günlər kurikulum, filan günlər ixtisas işdir də, gəldi, işıqlar söndü, internet olmadı. Nə bilim, başqa bir hadisə baş verdi. Tutaq ki, dolu yağdı, qar yağdı. Bunun ümumiyyətlə heç evdə şam da tapılmadı, lampa da tapılmadı. Qaranlıqda nə oxusun, nə öyrənsin. O qədər force majeure halları ola bilər ki, başımıza hər şey gələ bilər. Heç nədən sığortalanmamışıq. Yəni ki, plan pozuldu. Rutin pozuldu. İşdir də, indi planın pozuldu, rutinin pozuldu. Yəni, ay əsəbləşim, onu ona vurum, bunu bura çırpım, bunun üstə qışqırım, bunu dağıdım, nə mənası var? Planın pozuldusa, emosiyalarını nə eləməlisən? Tənzimləməyi bacarmalısan. Şagird emosional vəziyyətini idarə eləməyi, nəzarətdə saxlamağı bacarmalıdır. Bu bacarıq şagirdlərin sosial həyatında da onlara lazım olur. Sosial həyat nədir? İnsan içində olanda, nə bilim, kollektivimizlə, iş kollektivimizlə, məktəbdə sinif yoldaşları ilə bir yerdə olanda, evdə qohum-əqraba içində, yəni sosiallıq o ki, insan əhatəsində, cəmiyyət içində olanda da onun üçün yaxşıdır da, sabah cəmiyyət içində də özünü aparmağı, münasibətlərini idarə eləməyi bacaracaq. Nümunə, şagird çətin anlar zamanı emosional vəziyyətini tənzimləyə bilir. Misal üçün, tapşırığı həll etməlidir, yanındakı parta yoldaşı ona mane olur, partanı yellədir, nə bilim, dirsəyi ilə ona vurur, üstün yazır. Bu da dərindən bir nəfəs alır, nəzakətlə ona deyir ki, zəhmət olmasa, icazə verə bilərsənmi? Hazırda mən tapşırıq işləyirəm. Tapşırığı işləyim, bitirim, sonra bir yerdə vaxtımızı keçirək. Neynədir? Emosiyalarını tənzimlədi. Qışqırmadı, vurmadı, itələmədi. Və gəldi uyğunlaşmaya. Uyğunlaşma. Bax, bayaq dedik də, başqasından rəy alırıq. Bir dənə mənim işimə bax, gör, burada mənim görmədiyim, bəlkə sənin gördüyün fərqli nəsə əlavə eləyə bilərəm buna. Rəylərə açıq olmaq, dedik bayaq. Uyğunlaşma da rəy bildirdi sənə kimsə, sən onu artıq işində tətbiq edirsən. Tamam mı? Yəni, adam var ki, deyir ki, hə, bir dənə mən işimə bax, gör, nə çatır, nə çatmır. Deyirsən, yəni bunu filan şey çatmır. Misal üçün, burada qırmızı rənglə versən daha yaxşı olar, bunu göylə versən. Sənə qulaq asır, amma yenə öz bildiyini eləyir. Yəni, qulaq asır, amma işə tətbiq eləmir də. Yəni, boşuna danışmış olursan. Sonra deyir ki, yox, elə mən öz bildiyimi hamısından yaxşıdır. Belə adam da var. Rəylərə açıqdır, amma rəyi işində nəzərə almır. Uyğunlaşma deyir ki, cəmaatı boş-boşuna danışdırma da, hərəm vaxtı özü üçün qızıldır. Rəy almışsan, rəy bildiribsə, işində bunu tətbiq elə də sən də. Uyğunlaşdır. İşini, fəaliyyətini aldığın rəyə uyğunlaşdır. Şagird aldığı rəylər və çıxardığı nəticələr əsasında istifadə etdiyi strategiyalarına, işinə dəyişikliklər edir və işini ona uyğunlaşdırır. O demək deyil, hər ağızdan bir hava gəlir, o deyir belə elə, o deyir belə elə, bu deyir belə elə, elə hamının dediyini nəzərə alır, yox. Yəni, baxırsan da, özün də indi beynin var, məntiqin var, baxırsan ki, hə, deyilən rəy tutarlı bir rəydir. Yəni, onu işinə tətbiq eləsən, həqiqətən də işin uğurlu olacaq. O zaman uyğunlaşdırırsan. Nümunə, şagird davamlı reaksiya ilə aldığı rəylər əsasında öz yanaşmasını rəylərə uyğunlaşdırır. Bu da belə. Deməli, burada işimizi tənzimlədik, işimizi gördük, planladıq, uyğunlaşdırdıq bayaqki rəyə, hər şeyi elədik. Gəldik, çatdıq son mərhələyə. Özünü qiymətləndirmə. İşi görmüşük. Bir daha sonda nəzər yetirməliyik, refleks eləməliyik. Görüm, yenə də burada nəsə çatışmazlıq və s. var.
Bu da qiymətləndirmə refleksiya komponentlərindən ibarətdir. Qiymətləndirmə belə deyim də davamlı deyil. Yəni insanın özünü qiymətləndirməsi bir işdə qiymətləndirir, tutaq ki, 2-3 işdə qiymətləndirmədən eləyir, gedir işini. Amma refleksiya davamlı fəaliyyətdir. Nədir? Davamlı fəaliyyətdir. Formativ qiymətləndirmə bilənlər bilirlər ki, refleksiya elə formativ qiymətləndirmə üsulu hesab olunur. Yəni gündəlik hər dərsin sonlarına yaxın bir şagirdin özünü refleksiya etməsinə şərait yaratmalıyıq. Özünün refleksiyası özünü qiymətləndirməsi deməkdir. Burada da zaten özünü qiymətləndirir, amma bu davamlı deyil. Bir işində qiymətləndirirsə 10 işində qiymətləndirmədən işləyir, gedir. Refleksiya davamlıdır. Hər dəfə, hər dərsin sonunda şagird özünü qiymətləndirib, özünə tənqidi yanaşırsa, işinə tənqidi yanaşırsa, onu artıq biz davamlı olduğu üçün hər dəfə, hər dərs, onu artıq biz refleksiya deyirik. Aradakı fərq bundan ibarətdir. Nümunə verməmişəm burada. Komponentlərə baxaq. Qiymətləndirmə. Şagird işinin və ya öyrənmənin keyfiyyəti haqqında mühakimə yürüdür. Öz işinə, yəni tənqidi yanaşır da. Bunu düzəltmişəm, qolu biraz əyri alınıb, onun üstündə işləməliyim. Öz işini qiymətləndirmiş olur. Şagird oxu tapşırığından sonra oxuyub anlama ilə bağlı olan məqsədinə nə dərəcədə nail olduğunu düşünür. Yəni, nə dərəcədə nail olmuşam? Özünə bir tənqidi yanaşır, özünü qiymətləndirir. Qoyduğum məqsədə, hədəfə nə dərəcədə çatmışam? Refleksiya isə dedik ki, davamlıdır, hər dəfə bunu edir. Şagird nə öyrəndiyi, necə öyrəndiyi, nələri təkmilləşdirməli olduğu haqqında tənqidi düşünür. Yəni, zaten tənqidi düşünmək var idi özünü qiymətləndirmədə, təzə bir şey deyil. Amma baxın, davamlı olaraq öz fəaliyyətinin müxtəlif aspektləri haqqında refleksiya eləyir. Eləyəndə də, yəni rasional şəkildə düşünəndə, təhlil eləyəndə, bu daha detallı qiymətləndirməkdir insanın özünü. Üstünlüklərini, çatışmazlıqlarını daha dərindən müəyyənləşdirmiş olur. Daha ciddi bir prosesdir, belə deyim. Hər şeyi doğru etdimmi? Bu etdiyim işdən nə öyrəndim? Doğru etmədiyim tərəflərin üzərində necə işləyə bilərəm, necə aradan qaldıra bilərəm? Hansı müddətdə tamamlaya bilərəm bu işimi, zəif tərəfimi? Bax, belə suallar verir özünə. Refleksiyanın çox sualları var. Refleksiyanın keçəndə keçəcək. Çıxış biletidir, 3-2-1 strategiyasıdır, cümlə kökləri və s. və ilaxırlar. Amma insan özünə bu sualları da ünvanladıqda, onlara cavab tapdıqda özünü refleksiya etmiş olur. Bu bizim müəllimlər metakognitiv nəyimizdir? Bacarıqlarımızdır. İkinci inklüziv. İnklüzivlik əslində time vəsaitində çox geniş verilibdir, biraz da qarışıq verilibdir. Siz yenə də oxuyarsınız. O nə qədər elmi, kitab oxumaqdan qaçmayın. Mənə çox deyirsiniz, onları time oxumayın, orada qarışıq deyil, buradan öyrənin. Bunu onsuz da dərs sahında görüb oxumuş olursunuz da. Vəsaiti oxuyun ki, diliniz alışsın o terminlərə. Diliniz metodika dilinə öyrəşmiş olsun. Çünki testlə iş bitmir. Sabah testdən sonra müsahibə mərhələsi gəlir. Yəni, testi kompüter qabağında oturub çık bu A, bu B, bu C eləyirsiniz, danışmırsınız. Müsahibədə amma sizi danışdırırlar. Yəni, müsahibədə danışanda da fikir verirlər sizin o terminləri nə formada ifadə edir. İnklüziv deyib, əgər orada sən cavab verəcəksənsə, kəsəcəklər müsahibədən. Ona görə də vəsaitlə aranızı yaxşı eləməlisiniz, dost olmalısınız vəsaitlə. Lap orada 10 səhifə ən mənasız, ən lazımsız cümlələr yazsınlar. Heç nə olmaz. Nə ziyanı var sizə? Oxuyun, bir metodika dili zehninizdə oturuşsun. Ki, sabah müsahibədə də bülbül kimi cəhcəh vurasınız o sualların qarşısında. Müsahibədə özüm hazırlaşdıracağım. Sertifikasiyaya da, işə qəbula da. Əsas öncəliyimiz birinci inşallah testi keçək, balımızı yığaq. Yəni, nəyi demək istəyirəm? Bu inklüzivliyi vəsaitdə veriblər. Biraz çox başa düşülən formada yox, tam elmi dildə. Mən loru dildə izah edəcəm. Siz zaten loru dildə lazım ki, situasiyada tapa biləsiniz. Kitab cümləsi onsuz da düşmür imtihana. Amma yenə də oxuyun. Oxuyun ki, oturuşsun sizdə həmin o elmi cümlələr. Çünki sabah müsahibədə ki, bu loru dildə danışmayasan, elmi cümlələr deməlisən. İnklüziya nədir? Pedaqoji tərəflərdən bilirsiniz inklüzivliyi. Keçdik, təkrarladıq, öyrəndik. Nə dedik? Dedik, inklüzivlik
Ola bilər ki, sinifimdə sağlamlıq məhdudiyyəti olan bir uşaq olar. Lap yoxdur. Fərqi yoxdur. Ola bilər yox, bütün siniflərdə zəif götürməsi, zəif qavraması olan pasiv uşaqlar da var, aktiv uşaqlar da var. Uşaq var ki, izah edirsən, sözü göydə tutur. Heç sən cümləni tamamlamamış, arxasını tamamlayır. Uşaq var ki, izah edirsən, başqa formada, başqa metodla 5 dəfə izah edirsən, 6-cı dəfədə 50%-in başa düşür. Bu artıq inklüziyadır. Onlar arasındakı, belə deyim də, onlar arasındakı fərqdir. Mental fərqdir. Yəni, tək sağlamlıqla bağlı fərq qoyulmur, axı mental cəhətdən də fərqlilik olur. Pasiv, zəif qavrayan, aktiv, yaxşı qavrayan uşaqlar. İnklüzivlik onu deyir ki, sən sinifdə dərsi elə təşkil elə. Uşaqları dərsə elə cəlb elə ki, pasiv uşaq qalmasın. Yəni, bəzən müəllimlər yanlış edirlər. Qarşı partiyalarda otururlar əjdaha uşaqlar. Müəllim sual-cavabda, fəaliyyətdə ancaq onlarla dərsi keçir. Deyir, o filan kəs oxumur-oxumasın da, heç olmasa başını salsın aşağı, sakit otursun. Əslində doğru deyil. Metodika deyir ki, belə yaxşı müəllimsənsə, elə o arxada oturub bu dərsə qulaq asmayan var, ha. Oxuyanlarla nə var dərs keçməyə, o nənəm də keçər. Elə yaxşı müəllimsənsə, belə bacarıqlı müəllimsənsə, onu da dərsə cəlb elə, görüb necə cəlb edirsən. Var bir yolu, mütləq var. Olmamış ola bilməz. Onun da nəsə bir maraq sahəsi var. Bəlkə idmana, bəlkə şahmata, bəlkə velosiped sürməyə, bəlkə rəsm çəkməyə, bəlkə musiqiyə, o qədər. Bəlkə yaxşı səsi var, bəlkə hansı alətdə yaxşı çala bilir. Tap o uşağı tədqiq elə, tədqiqatçısan axı sən. Axı sən fasilitator müəllimsən. Tədqiq elə, tanı və dərsdə elə bir fəaliyyət təşkil elə ki, o uşağın da diqqəti səndə olsun. Yəni, əlində gördüyü işləri qoysun bir kənara, otursun belə, o da sənə qulaq assın. Qarmağa keçirdin axı, marağını nəzərə aldın, cəlb elədin. Artıq o zaman sən inklüziv dərs təşkil eləmiş olursan. Bildiniz inklüzivlik nədir? Kənarda qalan bir uşaq olmasın. Yəni, bərabərlik də var bunun içində. Bərabər imkan yaratmaq da gedir bunun içində. Odur ki, burada dərsi sən elə qur ki, passivlər də cəlb olunsun, aktivlər də iştirak eləsin. Dərsi sən elə qur ki, hamıya çətin tapşırıq versən, o qabaqda oturan əjdahalar yazacaq. O birlər durub baxacaq. Müxtəlif çətinlikli tapşırıqlar payla ki, hər öz potensialı qədər olanı işləyə bilsin. İnklüzivlik budur. Diferensial təlim də gedir də bu eyni zamanda. İnklüzivlik həmçinin bu deməkdir ki, uşaq var ki, danışma məhdudiyyəti var. Yəni, qüsurludur da, nitqi, çəkəlir. Hamıya deyirsən ki, tutaq ki, verdiyin təqdimatı şifahi gəlib çıxış eləyəsiniz. O uşaq biraz da gərilir, nə bilim, psixoloji olaraq ona mənfi təsir göstər. Ay Allah, necə danışacam, hamı mən güləcək, çəkəlirəm axı. İnklüzivlik odur ki, seçim haqqı ver. Demə ha, ay filan uşaq, sən yazarsan, o da düz deyil. Onda ümumiyyətlə uşağı yenə də pis vəziyyətə qoyuruq da, yəni sən danışa bilmirsən də yaz ver. Elə yox. Ad çəkmədən. Uşaqlar, təqdimatınızı hazırlayın, könüllü seçim haqqı verirəm. Kim istəsə yazılı formada gəlib təqdimatını göstərər mənə, sinifə. Lövhədən asar, nə bilim, slaydı qoyar, video ilə göstərər. Bir mahnı qoşar, ona şəkil qoyar, nəsə də animasiya. Kim istəsə, gəlib şifahi çıxış edib danışar. Bütün sinifə bu cür təqdim eləyər. Artıq o uşaq da rahatladı ki, oh bə, danışmaqdan canım qutardı. Mən də video kimi uşaqlara göstərərəm. Pərt olmadı, pis olmadı, mənfi təsir eləmədi ona. Niyə? Nitqində qüsur var idi ona görə. İnklüzivlik bu deməkdir. Verdiyin tapşırıqlarda, apardığın qiymətləndirmədə, elə ki, hamıya uyğun olsun. O inklüziv uşağa da, bütün uşaqlara da. Bu da inklüzivlik. Başa sala bildim. İnklüziya, bütün vətəndaşların ümumi tərifdir, tək şagirdə aid deyil. İlk növbədə sağlamlıq imkanı məhdud. Sağlamlıq imkanı məhdudu SIM verirlər kitabda. S, sağlamlıq, İ, imkanları, M da ki, məhdud. SIM, yəni vəsaitdə görəcəksiniz SIM, tez-tez istinad olunur. Deyəcəksiniz, mənim SIM nədir? Sağlamlıq imkanları məhdud olan. İnsanların
cəmiyyətə adaptasiyasını, digər insanlar kimi onların da cəmiyyətin bərabər hüquqlu bir fərdinə çevrilməsini təmin edən bir prosesdir. Ki biz də bunu dərsimizdə tətbiq etməliyik. İnklüziv təhsilin müəllimlər müəyyən prinsipləri var. Heç nə əzbərləmirsiniz buradan. Yəni bunun içindəki heç bir şey əzbər olaraq imtahanda düşmür sizə. Mənasını başa düşün, anlayın ki, situasiya daxilində söhbəti məntiqli tuta biləsiniz. Müəyyən prinsiplər var, əzbərləmirik sözbəsöz, ümumi başa düşdüyümüz tərzdə. İnsanın dəyəri onun qabiliyyəti, nailiyyətlərindən asılı deyil. Yəni, ola bilər ki, uşaq 3-4 ildə hamısı 3 ilə oxuyur, 2 ilə var onun qiymətlərində, o birlər 5 ilə oxuyur. Yəni, onun nailiyyəti nə olursa olsun, o demək deyil ki, hə, 5 alanlar mənim gözümdə dəyərli uşaqlardır, 2-3 alanlar dəyərsiz uşaqlardır. Xeyr, fərq qoymamalısan. Nailiyyəti nə olursa olsun, qabiliyyəti, o bir uşaqları həqiqətən bacarıqları var, yaradıcılıq, bu yarada bilmir. Nə olsun? O da bir insandır. İnsanın dəyəri bundan asılı olmamalıdır, məndimin gözündə, hər kəsin gözündə. Hər bir kəs hiss etmək və düşünmək qabiliyyətinə malikdir. Bir də görsən, o inklüziv uşağı sinifdə sıxışdırırlar, uzaqlaşdırırlar, təkləyirlər, nə bilim, lağlağı eləyirlər, olmaz. Axı, onda hissləri var, o da hiss edir bunu kənardan. Hər kəs ünsiyyət hüququna malikdir və dinlənilməlidir. Yəni, ola bilər ki, o uşaq biraz zəif nəticələri var, adaptasiya ola bilmir, hansısa bir səbəbdən pasiv uşaqdır. O demək deyil ki, mən elə qabaqda oturan, bu qarşıda oturan əjdahalarla ancaq sual cavab edeyim, deyim, hə, o da başını salsın aşağı, şəkildə zaten çəksin də özü üçün. Yox. O da bu cəmiyyətin bir fərdidir, o da bir şəxsiyyəti və onu da mən dinləməliyəm, onun da fikirlərini önəmsəməliyəm. Onu deyir. Bütün insanlar bir-birinə lazımdır. Fərq yoxdur, o 2 alır, 3 alır, qabiliyyəti yoxdur, yaradıcılığı yoxdur. Lazımsız deyə bir insan yoxdur. Bütün insanlar bir-birinə lazımdır. Həqiqi təhsil yalnız real münasibətlərin kontekstində mövcud ola bilər. Bu bilirsiniz nə deməkdir? Yəni, müəllim var ki, gəlir burada kurikulumda bunu öyrənir. Nə bilim, inklüzivliklə bağlı gedir forumlara, beynəlxalq nəsə seminarlara, oturur, qulaq asır. Nəzəriyyəni bilir, bunların hamısını əzbəri bilir. Çıxarsam bura, bəlkə məndən yaxşı bunu izah edir. Amma öz sinifində bunu tətbiq edirmi realda? Yox. Öz sinifində var inklüziv uşaq. Burada dediklərimizin tam tərsi formada. Belə də əsaslandırır ki, bacarmıram, o uşaqla alınmır. Yəni, bu da onu deyir ki, yəni, yalandan boş-boş nəzəriyyəni əzbərləmə də, real münasibətlərdə, yəni dərsdə sən həqiqətən də bunu tətbiq elə. Bütün insanlara öz həmyaşıdlarının dəstək və dostluğu lazımdır. Məlum məsələdir, o inklüziv uşağa da həmçinin. Bütün şagirdlərin inkişafı onların bilik və bacarıqlarından asılıdır. Yəni, o inklüziv uşağı da inkişaf etdirmək istəyiriksə, onda da biliklər, bacarıqlar formalaşdırmaqda israrlı olmalıyıq. Yəni, öz-özümüzə deməyək ki, o uşaqla alınmır da, neyləyə bilərik? Alınar, istəsək alınır. İnsanların müxtəlifliyi həyatın bütün sahələrini inkişaf etdirir. Yəni, müxtəliflik hər yerdə var. Heyvanlar arasında da var, canlılar, bitkilər arasında da var, insanlar arasında. O da belədir də, onu da Allah belə yaradıbdır. Yəni, bu müxtəliflik əksinə bizə mənfi təsir edəmir, bizə ziyanlı zərəri yoxdur, bütün sahələrdə var və olmalıdır da. Biz onu olduğu kimi qəbul eləməliyik. İnklüziv təhsil nə üçün vacibdir? Birincisi, ona görə vacibdir ki, həmin inklüziv şəxslər cəmiyyətə adaptasiya ola bilsinlər. Amma şükür, bu günümüzdə, yəni, mənə elə gəlir ki, biraz biz bunu aşmışıq, yəni əvvəllərə baxanda. Məsələn, əvvəllər metroda, avtobusda, əlil arabasında bir şəxs ora daxil olanda, ya nəsə başqa xəstəliyi olan bir şəxs olanda, ya hamı onu qəribə-qəribə baxırdı da, yad planetliyə baxırmış kimi. Amma indi görsən ki, bu şəxslər artıq yavaş-yavaş, yəni metroda, avtobusda, parkda, küçədə, yəni rahat artıq nəfəs ala bilirlər. Artıq o baxışlar haradasa biraz mənə elə gəlir ki, aradan qalxıb. Bu inklüzivliyi biz o qədər artıq ön planda tuturuq, dərslərdə tədris edirik, uşaq yaşından uşaqlarda bunu biz formalaşdırmalıyıq, aşağı siniflərdən, həyat bilgisində bununla bağlı çoxlu dərslər tədris olunur, digər fənlərdə həmçinin. Yavaş-yavaş mənə elə gəlir ki, artıq cəmiyyət buna haradasa adaptasiya olub. Yəni əvvələ baxanda indiyə şükür. İnklüziv təhsil niyə vacibdir? Bu şəxslər də həyatda öz mövqelərini tapsın, onlara da dəstək olaq, onlar da inkişaf eləsin, özlərini bu cəmiyyətin bir parçası kimi hesab etsinlər.
Şagirdlərin özünə inamını yüksəldir, yəni həmin şəxslərin. Ünsiyyət bacarıqları inkişaf edir, sosiallaşırlar. Bütün uşaqlar öz icmalarının bir hissəsi ola bilirlər, yəni həmin inklüziv uşaqlar və aid olma hissini inkişaf etdirirlər. Yəni mən də bu sinfə aidəm, mən də varam, mən də sahib seçirlər, danışdırırlar, dindirirlər. Öyrənmək üçün daha səmərəli imkanlar yaradılır onlara. İnklüziv təhsildə axı bir-birləri ilə bayaq dedik axı, əməkdaşlıq edirlər, sosiallaşırlar. Yəni sən onu da dərsə cəlb edirsən. Fərdi güclü tərəflərini, potensialını inkişaf etdirməyə imkan verir. Yəni burada aid, hamısı inklüziv uşağa aiddir. Valideynləri məktəbə cəlb olunmağa, övladlarının təhsili üçün müəllimlərlə əməkdaşlıq etməyə təşviq eləmiş oluruq. Bəzən yəni valideynlər deyir, bir də görsən ki, deyir, bu uşaqda nə olacaq ki, müəllim otursun bir kənarda, heç olmasa qulaq assın. Olmaz. Yəni valideyn əgər belə güvənsizdirsə övladına qarşı, bu uşağa da təsir edir. Əslində biz əməkdaşlıq eləməliyik ki, niyə elə deyirsən? Olduğu yerdən müəyyən qədər yüksəltmək mümkündür. Yəni biz istəsək, əsas inanmağımızdır. Yəni o zaman valideyn də həvəslənir, daha çox cəlb olunur. Və sinifdə inklüziv təhsili necə tətbiq etmək olar müəllimlər? Burada bizim modelimiz var. Sınaqların birində siz bu modellə bağlı sualı işləmişdiniz. Öyrənmək üçün universal dizayn modeli, UDL xarici dildən tərcümədə adlanır. Bunun deməli 3 mərhələsi var. Birinci cəlb etmə mərhələsidir. İkinci təqdimat mərhələsidir. Üçüncü fəaliyyət mərhələsidir. Yəni inklüziv təhsildə birinci inklüziv uşağı sən qarmağa keçirib dərsə cəlb etməyi bacarmalısan. Nə üçün öyrənirsən, sən bu niyə vacibdir, niyə lazımdır? İkinci dərsin təqdimatı, yəni dərsi izah edəndə nə öyrənir? Onu da nəzərə alıb, ona da uyğun izah eləməlisən. Misal üçün, o uşağın eşitməsində zəiflik varsa, dərs izahında daha çox, burada nə qoymuşam? Şəkillər qoymuşam, slayd qoymuşam, yazıları lövhədə vermişəm. Belə elə bilərsən ki, daha yaxşı başa düşsün, ona da uyğunlaşdır. Fəaliyyət, yəni bayaq dedimi, uşaqlar təqdimatı hamısı gəlib şifahi desələrdir, o uşaq çəkəlirdi axı, özünü artıq pis hiss elədi. Amma mən nə elədim? Fəaliyyətdə onlara seçim haqqı verirdim. Kim istəyir şifahi, kim istəyir yazılı, video ilə. O artıq deyəcək, mən video ilə göstərərəm, nə qəşəng, mənə uyğun. Yəni fəaliyyətdə də inklüzivliyi nəzərə alırsan. Yəni UDL modeli nədir? 3 mərhələnin üçündə də, ümumiyyətlə tək 3 mərhələ yox, dərsin bütöv bir təlim prosesində inklüzivliyi nəzərə almalısan. Amma önəmli olan bu 3 mərhələ daha çox öndə durur deyə bunları biz vermişik modeldə. Müdəri prinsip 3 prinsip əsasında formalaşır. Dedik artıq, 1 cəlb etmə ardıcıllıqla gedir, 2 təqdimat və 3 fəaliyyət mərhələsi. Cəlb etmə dərsi nə üçün öyrənirik, bizə harda lazımdır? Yəni, adətən motivasiyanın qarşıda biz keçəndə daha ətraflı deyəcəm. Uşaqları cəlb etməyin müxtəlif yolları var. O yollardan biri də keçirilən mövzu həyatda onlara harda lazım olacaq, harda tətbiq edəcəklər, bunu onlara söyləməkdən ibarətdir. O zaman o daha çox dərsə cəlb olunur ki, sabah filan işdə bu mənə lazım olacaq. Filan gələcəkdə, filan işimdə, filan həyatda, yəni həyatımda daha doğrusu filan fəaliyyətdə mənə lazım olacaq. Və nə üçün öyrənirəm bu mövzu, mənə əhəmiyyəti nədir? O zaman dərsə daha çox fokuslanırlar. Müxtəlif yollarla şagirdləri prosesə cəlb etmək nəzərdə tutulur burada. Şagirdlərdə dərsə maraq yaratmaqla, cəlb etmə nədir? Onlarda maraq oyadırıq, idraki fəallıq oyadırıq, qarmağa keçirib dərsə cəlb edirik, diqqətləri, fokusları məndədir artıq. Onları tədrisə cəlb etməklə, öyrənəcəkləri məsələlərlə emosional bağ yaratmağa imkan verir. Təqdimat nə öyrənirik hissəsidir? Adətən müəllimin izahı deməkdir. Müəllimin tək izahı yox, hansısa tapşırığın şərtini, təlimatı uşaqlara çatdırmaqdır. İnformasiyanı müxtəlif yollarla təqdim etmək nəzərdə tutulur. Məlumatların müxtəlif formalarda, məsələn, həm qrafiklə, həm animasiyalarla, həm mətnlər formasında ki, eşitmə zəifliyi olan uşaq artıq mətndən oxuyub daha yaxşı başa düşəcək. Audial vasitələrlə, görmə zəifliyi olan audial səslə daha yaxşı başa düşəcək. Məzmundakı əsas xüsusiyyətlərin qeyd edilməsidir, əvvəlki biliklərin aktivləşdirilməsi, yəni köhnə dərslərimizlə inteqrasiyanı deyir burada.
şagirdlərdə mövzularla bağlı dərin və tam konseptual anlayış formalaşdırmağa kömək edəcək. Fəaliyyətdə də bayaq dedikdə seçim haqqı veririk ki, müxtəlif formalarda onlar tapşırıqları həyata keçirə bilsinlər. Şagirdlərə öyrəndiklərini müxtəlif formalarda təqdim etmələri üçün seçim haqqı verməyi nəzərdə tutur və şagirdlərin səviyyələrinə uyğun yanaşma, rəylərlə onları dəstəkləməkdən ibarətdir. Yəni bildiyimiz diferensial təlimdə biz necə deyirik nəticə komponentində uşaqlar tapşırığı özlərinə uyğun mənə təqdim eləyər. Kim istəsə videosunu göstərsin, təqdimatın, bir esse yazılar tutacaq. Kim istəsə esseni yazılı formada gətirsin, göstərsin. Kim istəsə animasiyanı multfilm kimi hazırlasın. Kim istəsə öz essesini gəlsin, nəql eləsin. Yəni burada məqsəd esse deyilmi? Yəni esse formalaşdı, esse yazma bacarığı. Esse yazı bacarığı formalaşdırmaq deyilmi? Bəli. O zaman onun təqdimatını onların öz öhdələrinə sərbəst buraxa bilərik ki, bu şagird yönümlülükdür. Şagirdə seçim haqqı verməkdir. İnteraktiv təlimi, diferensiallığı, inklüzivliyi, bərabər imkanları təmin edir. Bu deməkdir. Davranış pozuntuları zamanı planın hazırlanması. Bu da biz kitabımızda var. Daha dəqiq oxuyarsınız kitabdan. Bu nəyi nəzərdə tutur? Deyir, bəzən olur ki, hər şeyi tətbiq edirik, amma işə yaramır. Olur da, inklüziv uşaqdır, onun sinifdə özünü aparması digərlərindən fərqlənir. Ola bilər uşaqların diqqətini yayındırsın, ola bilər davranış pozuntusu sərgiləsin. Deyir, forma blanklardır, tərif. İndi burada tərif deyəndə behaviorizmçilərin yanaşması, operant şərtlənmə yanaşması nəzəriyyəsi, orada onun tərifləmək yox, başqa yaxşı davrananları tərifləmək ki, o da görüb götürsün bu fəaliyyəti, müsbət gücləndirici nəzərdə tutulur. Sertifikat vermək də müsbət gücləndiriciyə aiddir. Yəni, yaxşı davranışları mükafatlandırıldıqda artıq o biri pis davrananlar da dərs götürürlər ki, biz də yaxşı davranaq. İnklüzivliyi tətbiq etmək üçün bir sıra səmərəli yollar verir bizə kurikulum. Deyir, korporativ öyrənmə. Korporativ öyrənmə qrup, yaxud da cütlərlə və s. işləmək deməkdir. Korporativ öyrənmə, yəni bircə öyrənmə, bircə əməkdaşlıq, bircə çalışmanı nəzərdə tutur, komanda daxilində işləmə. Bu da sosiallaşmalarına, daha çox mühitə adaptasiya olmalarına gətirib çıxarır. Müəllimlərin peşəkar inkişafı. Yəni, müəllim inklüzivliklə bağlı seminar, webinar, forum və s. Yəni, nazirlik də bununla bağlı tez-tez təlimlər keçir, bununla bağlı müəyyən onlayn seminarlar verir. Elə bizim bu dərsimizin özü sizin üçün bir seminar hesab olunur. Yəni, nə qədər şey öyrəndiniz inklüzivliklə bağlı. Yəni, nə görsəz qatılın və bir müəllim kimi. Faydası olar ki, sizə bir ziyanı olmaz ki, bu da sizin özünüzü inkişaf etdirməyiniz, daha da peşəkarlaşmağınız deməkdir. Müxtəlif qiymətləndirmə üsulları. Onu dedim də, misal üçün yazılı, şifahi və s. Bayaqki misaldan gəldim ki, yenə də başa düşəsiniz daha yaxşı. Uşağın gördüm ki, disleksiyası var, yəni danışmaqda, nitqində kəkələməsi var idi. Nə dedim? Uşaqlar seçim haqqı verirəm. Kim istəsə video şəklində təqdimatı göstərə bilər, kim istəsə yazılı gətirə bilər və s. və ilə axır. Yəni qiymətləndirmədə baxıram ki, o uşağın çətinliyi nədirsə, sırf onun adını çəkmədən seçim haqqları verirəm. Başa düşdük? Onu, yəni danışığına görə deyil də, təqdimatına görə, dərsinin təlim nəticəsi, hədəfi nədirsə ona uyğun qiymətləndirmiş oluram. Əlavə təlim materialları. Yəni uşaqlar, inklüziv uşaq, yəni bilirsiniz də gec götürür, qavraması zəifdir. Ona görə dərs daha aydın olsun hər kəsə, uyğun olsun deyə əlavə resurslar nəzərdə tutulur. Resurslar nədir? Misal üçün, slayd düzəltmişəm dərsdən öncə, qoymuşam burada, çərçivəyə almışam, qırmızı hərflə vermişəm, şəkil qoymuşam, diqqət cəlb eləsin ki, mən tək danışanda bəzən kimlərsə yatır telefonun qarşısında, kompüterin qarşısında, yatmasınlar da, görsünlər ki, müəllim burada hərəkətdədir, nəsə yazır, nəsə pozur, nəsə işarəli, nəsə altından xətt çəkir, daha çox diqqət cəlb eləmək üçündür. Amma durub burada elə quru-quru ancaq, yəni lövhədə təsəvvür edin, heç nə yoxdur, divarın qarşısında durmuşam, elə danışıyorum.
İnklüzivlik budur, prinsipləri budur. Bir 5 dəqiqə, 10 dəqiqə hamı yatar orada. Maraqsız olacaq. Resurslar bu deməkdir. Yəni əyani vasitələrdən istifadə edeyim, şəkil qoyum, slayd qoyum, plakat, nələr. Adaptasiya edilmiş dərs və tapşırıqlar. Bunu bəzən müəllimlər bu ikisini qarışdırırlar. Əlavə təlim materialı odur ki, daha yaxşı başa salmaq üçün resursları da əlavə edirsən dərsinə. Misal üçün bir təcrübə, mikroskopda soğan qabığına baxırlar. Adaptasiya edilmiş dərs və tapşırıqlar odur ki, uyğunlaşdırırsan. Yəni görsən ki, bu uşağın, tutaq ki deyək, nə deyək, nəsə bir çətinliyi var, nə desəm. Nə də deyək? Eşitməsində zəifliyi var. Eşitməsində zəifliyi var, sən də mətni oxuyursan, uşaqlar sənə qulaq asıb tapşırıqlara yönəlməlidirlər. Sən artıq o uşağı nəzərdə tutursan, axı eşitmə zəifliyi var, sənin dediklərinin bəzilərini eşitməyəcək. O mətnin çıxarılmış formasını bir vərəqdəmi, kitabdamı, nədəsə, A4-dəmi, onun qarşısına qoyursan ki, sən oxuduqca o da oradan izləsin. Yaxşımı? Niyə? Tapşırığı o uşağa uyğunlaşdırsan da onu adaptasiya edirsən. Axı o inklüziv uşaqdır ki, o da o cür yönəlsin tapşırıqlara. Bu bərabərliyi pozurmu? Pozmur bu bərabərliyi. Niyə? O uşaq inklüzivdir də, sən adaptasiya edilmiş dərs tapşırıqlardan istifadə edirsən. Bax belə. Lap elə bir fəaliyyət olar ki, tək ona yox, bütün sinifə bu şəraiti yaradasan. Əslində bu daha yaxşıdır. Çünki tək ona eləyəndə o bir uşaqlar görür ki, müəllim o fərqləndirir, narazılıq halı yarana bilər, onu sıxışdıra bilərlər, gülüşə bilərlər. Amma bütün hamıya bunu şərait yaratsan, diktə eləmək yerinə elə versən ki, oxuyub ona uyğun tapşırığa yönəlsinlər. İndi baxır da dərsin məqsədi nədir, dərsdə qoyduğun hədəf nədir? Dərsdə qoyduğun hədəf dinləməyə inkişaf etdirməkdir, bu qədər də alınmayacaq. Dərsdə konkret sənin standartın dinləmə üzərindən deyilsə, oxu da gedirsə bunun üçün də olar. Demək əvəzinə, diktə etmək əvəzinə metodik vəsaitdə verirlər, axı əlavə hekayələr, əlavə materiallar. Onu çıxartdırıb A4-lərdə paylayırsan ki, gizli bir şəkildə ki, axı burada eşitmə zəifliyi olan uşaq var ona görə. Hə, uşaqlar, baxın buradan buna uyğun da tapşırıqları həll edəcəksiniz. Bu belə. Yəni, sən artıq o uşağa görə də dərsi adaptasiya etdin, uyğunlaşdırmış oldun. Yaxşımı? Bu da bizim inklüzivliyimiz. İnklüziv mühit olan məktəbdə nə baş verir? Hər kəsin fərqli olması faktı qəbul edilir, yəni olduqları kimi qəbul edirik biz onları. Müəllim heyəti də, valideyn heyəti də, şagirdlər də, onların öyrənməsini dəstəkləmiş oluruq. Fərqli öyrənmə təcrübələri həyata keçirmiş oluruq. Yenilikçi, yaradıcı bir mühit var sinifimizdə. Fərdi yanaşma prinsipləri mövcuddur inklüziv uşağa, yəni bizim əks əlaqəmizdir. Dərs izahında onu da nəzərə almağımızdır ki, individual xüsusiyyət, fərdi xüsusiyyət də nəzərə alınır. Təhlükəsiz mühitmiş. Təhlükəsiz dedikdə psixoloji təhlükəsiz. Yəni sinifdə sağlam psixoloji mühit, dəstələyici mühit var. Hər bir şagirdin fərdi ehtiyacı qarşılanır. Bu da inklüzivlik tətbiq olunan sinifdə, mühitdə həyata keçirilir. Yəni burada söz yığını çoxdur. Əzbərləməyin. Ümumi bu dediklərimi anladısa, bu dediklərimi başa düşdüsə, əsas UDL modelinə diqqət yetirir. Çünki buradan düşsə sual UDL ilə bağlı düşür adətən. Əsas deyil buna diqqət edin ki, heç nə, burada da elə bir şey yoxdur. Diferensial təlimdir də, yəni oradakı kimi. Birinci cəlb edirsən hamını, pasiv uşaqda aktivləşsin. Dərsi izah edərkən, tapşırığı başa salarkən, yəni nə təqdim edirsənsə informasiya kimi hamıya uyğun olmasına diqqət yetir və fəaliyyət. Fəaliyyətdə seçim haqqları ver. Hər kəs özünə uyğun olan bir formada sənə nəticəni təqdim eləsinlər. Yaxud da kim istəyir özü fərdi işləsin, kim istəyir parta yoldaşı ilə. Hər kəs özünə uyğun şəkildə fəaliyyətə yönəlsin. Bir növ şagird yönümlüyü ön planda tuturuq. Belə, bu qədər sadə. Çətin idimi? Məncə yox. Maraqlı idimi? Məncə, maraqlı mövzular idi. İndi dərsdən sonra mən sizə tapşırıqlarınızı da yönəldəcəm, işləyəcəksiniz. İnklüzivliyin biraz test bankından sizə çətin gələ bilər suallar. Biraz qarışıq gələ bilər. Onu belə deyim də boş verin. Çünki sırf bir mövzuyla bağlı düşmür də. Yəni sırf oradakı kimi düşmür imtahana. Orada sırf inklüzivliklə bağlıdır. Sizə situasiya daxilində, ümumi sınıflarda necə işləyirik?
variantın birində verir ki, bu fəaliyyətlə müəllim inklüzivliyi də təmin etmiş olur. Metakognitiv bacarıq da formalaşdırır. Yəni variant daxilində düşür sizə. Amma yenə də mövzunu biraz da möhkəmləndirmək, biraz da belə təkmilləşdirmək, mövzu bir tərəfə, imtahan bir tərəfə dursun. Bir müəllim kimi özünüzü daha da inkişaf etdirmək üçün siz o test bankının da testlərini işləyin ki, daha da güclənəsiniz. Yəni o test bankının testlərini işlədikcə Time test bankının mövzuları üzrə elə bil o deyilir dama-dama göl olar. Siz o dama-dama o gölü doldurursunuz. Yəni biliklərinizi daha da artırırsınız. Mövzular üzrə biliklərinizi daha da inkişaf etdirirsiniz ki, bu da mütləq ki, imtahanda sizin köməyinizə çatır. Sağ olun müəllimlər. Gələn dərsimizdə görüşənə qədər inanıram ki, faydalı oldu izah sizə.